Biz ölürük, odun, daşı, kirpi daşı. İki oğlum var, koğuş gidibdi. Deyir ki, mən qaz yox, yol yox, niyə yaşayıram burada? 72 yaşım var, hisim pas içində can veririk. Biz qışdan yaza zorla çıxırıq. 500 nəfərdən artıq sakinin yaşadığı kənddə tarixən mavi yanacaq olmayıb. Odunu əldə etmək isə çox çətindir. Bir sözlə, qışdan yaza çıxmaq üçün sakinlər nə az, nə çox 1500-2000 manata qədər vəsait xərcləməlidirlər. Hisim pasının içindəyik, bizim günümüz budur. Ham yerimiz his, pas. Ocaq yandır, çirpi axtar, odun axtar. Bu da bizə baha başa gəlir, ay oğul. Bu Aşağı Şabal kəndində 130 dənə ev var. Çox məşəqqətli belə yaşayırıq. Odunun bir maşını 600-700 manata mələ gəlir. Heç onu da hardan gətirək, onu da bilmirik. Mən hardasa 1500-2000 manat. Çünki məndə ailə böyükdür. Ailə böyük olduğuna görə heç 2000 manata da çıxmaq olmur. Bax, dünənki günə qədər bizdə odun peçi yanıb. 3 dənə odun peçi var. Bunu da biz məsəl üçün Şin çayı su gətirəndə oradan serinti yığırıq, onunla dolanırıq. Yəni çətindir. Razılaşma proqramı birliyin daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Şəki rayonunun Aşağı Şabalıd kəndinə gəldikdə isə bu yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkilişi işlərinə maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə baxıla bilər.